Xoş gördük İncəsənətin daimi tamaşaçıları. Fərq var rubrikası bu həftədə sizin evinizin qonağıdır. Bu həftədə tam fərqli janrda, tam fərqli qonaqlarla evlərinizin qonağıyıq. Seninle iyi arasında büyük bir fark var. Benimle senin aranda kocaman bir fark var. Kötüyle benim aramda irice bir fark var. İyi ile kötü arasında duran fark var. Seninle iyi arasında büyük bir fark var. Fərq var rubrikasının bugünkü qonaqları meyxanaçılardır. İstəyərdik ki, meyxanaçılarımızı bir təqdim edək. Öncə başlayaq Ustad Ağamirzədən. Xoş gördük. Elşən Xəzər, Rəşad Dağlı, Mehman Əhmədli və Pərviz Bülbülə. Vaxt itirmədən keçək dəyişməmizə. Şərtlərimiz belədir. 2 aparıcı biz, bir də siz. Jüri şəklində olacaq. Rəşad Elşən bir cütlük, Mehman Əhmədli, Pərviz Bülbülə bir cütlük. Qarşılıqlı dəyişmə. İstəyərdim ağa, iş qafiyə sizdən gəlsin. Siz beləsiz. Şey bir dənə hələ incə sənət qoyaq rədifi. Yaradmışıq meydan incə sənətdə, yaradmışıq meydan incə sənətdə, tələb olunur qurban incə sənətdə, tələb olunur qurban incə sənətdə. Sənətkarlar olar yaxşı cəhətlə, özünə məxsus olan bu dəsti xətlə, gərək incə davranasan sənətlə, olmayasan peşman incə sənətdə, olmayasan peşman incə sənətdə. Gərəkdir bu dostlara ərk eyliyim, incə sənət nədirsə dərk eyliyim, daha bundan sonra çətin tərk eyliyim. 20 ildir mehman incə sənətdə, 20 ildir mehman incə sənətdə, yaratmışıq meydan incə sənətdə. Qırdalıyaq öz sözümüzlə düzü, tamaşaçılar qoy izləsin düz sözü. Nicat yaxşı gəlib tapmısınız bizi, azdı yaxşı oğlan incə sənətdə, azdı yaxşı oğlan incə sənətdə, yaratmışıq meydan incə sənətdə. Başqa cür olmuş bu sənət açansa, bu cür olmayıbdı diqqət açansa, qədrini də bilər millət açansa, kim ki qoyubdur can incə sənətdə, kim ki qoyubdur can incə sənətdə. Mənim bu sözlərdə yoxdur nöqsanım, incə sənətlə day çıxıbdır canım. Hanı Zeynəb, hardadır Şökət xanım, bərk dəyişib dövran incə sənətdə, bərk dəyişib dövran incə sənətdə, yaradmışıq meydan incə sənətdə. Bizə baxan deyəcək salam meyxana, ən şirin hikmətli kəlam meyxana. Əgər bizdə dürsə muğam meyxana, yekdu Azərbaycan incə sənətdə, yekdu Azərbaycan incə sənətdə, yaratmışıq meydan incə sənətdə. Bu işlərin vardı Quran tədbirin, azdı münasibət var şirin-şirin, münasibət gəl quraq şirin-şirin, yalandan qıranlar olur bir-birin, var hər cürə insan incə sənətdə. Deyək eyləməyək profilaktika, hamımızda ayrı cürdü taktika. Bu verilişdə fərqi vardır rubrika, verilişdə fərqi var adlı rubrika. Fərq qoyacaq hökman incə sənətdə, fərq qoyacaq hökman incə sənətdə, yaratmışıq meydan incə sənətdə. İstəyirəm növbəti qafiyənin özünü verim. Kim ki sənət yolunu maraqla gedir, bu yolda zirvələrə ayaqla gedir. Gözəl, yallah. Kim ki sənət Yolunu araqla gedir, bu yolda zirvələrə ayaqla gedir. Kim ki sənət yolunu maraqla gedir, bu yolda zirvələrə ayaqla gedir. Millətimiz var olsun, bizim gözəl heyətimiz var olsun, Xəzər TV şirketimiz var olsun, meyxanamız keyfi damaqla gedir, meyxanamız keyfi damaqla Gedir. Sənətkarlar var bilinmir adları, ay Allah olsun görüm imdadları. Hər kimlər ki danmayır ustadları, hesab elə zülmətdə çıraqla gedir, hesab elə zülmətdə çıraqla gedir. Kim ki sənət yolunu maraqla gedir. Bərk tutağın bu üç rəngli bayrağı, hamı sevməlidir ana torpağı.
Bir gün gedək alaq həmən Qarabağı, abır həyamız Qarabağla gedir, abır həyamız Qarabağla gedir. Kim ki sənət yolunu ayaqla gedir, bu yolda zirvələrə ayaqla gedir. Ayazı görəcəyik o həmin xoş çağı, qalxmalıdır vətənimizin bayrağı. Nə qədər almamışıq ana torpağı, qanlı göz yaşımız yanaqla gedir, qanlı göz yaşımız yanaqla gedir. Kim ki sənət yolunu maraqla gedir. Çoxsu mənim sözümə diqqət eyləmir, meyxanamı mənim rəğbət eyləmir. Belə deyir heç özünü söhbət eyləmir, Pərviz heç özündən söhbət eyləmir. Vəziyyəti yaxşıdır söhbət eyləmir, salam da vermir bu qıraqla gedir, salam da vermir bu qıraqla gedir. Kim ki sənət yolunu maraqla gedir, bu yolda zirvələrə ayaqla gedir. Hə Pərvizə demisən ürək dağı ilə, rəftarını bilmir ortağı ilə. Bir dəfə dedim dava yolun sağı ilə, bu elə o gündən bəri sağla gedir, bu elə o gündən bəri sağla gedir, yolunu maraqla gedir. Hələ yol verməmişik nöqsanı, değişmə əla alınır meyxana. Elə ki Rəşah dağlı gəlir meydana, yeddisi bir-birinə calaqla gedir, yeddisi bir-birinə calaqla gedir. Mən deyirəm az qulaq mənə səndə, Nicat bunlar qüsur tuturmu məndə? Güya bunlar özü harasa gedəndə, şəxsi təyyarə ilə uçaqla gedir, şəxsi təyyarə ilə uçaqla gedir. Kim ki sənət yolunu maraqla gedir, bu yolda zirvələrə ayaqla gedir. Həm mehmanın təyyarəsi yoxdur düzü, amma danışmaq üçün vardır üzü. Əsas odur hər yerdə keçir sözü, nə olsun şalvarda yamaqla gedir, nə olsun şalvarda yamaqla gedir. Mən gedir. Mən də deyim, düşməyəsiz təşvişə, incə sənət efirdədir həmişə, incə sənət efirdədir həmişə. Biz kimi dəvət edirik verilişə, ədəblə gəlir, qalacaqla gedir. Sağ ol Ayra, bağladın ki. Qısa eləmək söhbəti mümkündür, qısa eləmək Söhbəti mümkün deyil, təvki gəlibdir, qəti mümkün deyil. Biraz yaxınsız oturun ekrana, alqış ödün bizim Azərbaycana. Hansı ki yerdə bax gedir meyxana, almayasan ləzzəti mümkün deyil, almayasan ləzzəti mümkün deyil. Qısa eləmək söhbəti mümkün deyil, təvki gəlibdir, qəti mümkün deyil. Bunu ağada təsdiq edər Rəşadda, başqa məkan yox bu ləzzətdə dadda. Kim ki gəlib çay içsə Şəhrizadda, bəyənməsin xidməti mümkün deyil, bəyənməsin xidməti mümkün deyil. Qısa eləmək söhbəti mümkün deyil, təvki gəlibdir, qəti mümkün deyil. Nə qorxun olsun, nə də təşviş olsun, Nicat gərək gördüyün iş olsun. Min dənə bu barədə veriliş olsun, keçsin incə sənəti mümkün deyil, keçsin incə sənəti mümkün deyil. Hərdən olur ki iş yaxşı alınmır, bu iş alır vərdiş yaxşı alınmır. Hansı vaxt ki veriliş yaxşı alınmır, bir dəfə olur növbəti mümkün deyil, bir dəfə olur növbəti mümkün deyil. Dəyərli sözləri dəyərə verərlər, işin axırı pulunu nökərə verərlər, Xəzərdə verilişi Xəzərə verərlər. Pak eləməsən niyyəti mümkün deyil, pak eləməsən niyyəti mümkün deyil. Ağa çatdıq sona və sonda qalib seçməliyik. Buyurun. Mən həmişə mən həmişə sülh tərəfdarı olmuşam indi də. Qalib elə mən seçirəm sizi. Sən axırda dedin. Ağa Mirzə müəllim düzdür, sülh tərəfdarı oldu, belə seçmədi. Amma mən fikirləşirəm ki, onlar təkrar elədilər, mənim komandam dalbadal dedim. Bu həftəki rubrikamızı beləcə bitiririk. Gələn həftə bizi izləməyi unutmayın. Çəkilişdə bizə göstərdiyi köməyə görə prodüser Ataşa və Şəhrizad restoranına təşəkkür edirik. Seninle iyi arasında büyük bir